Ötən ay nə ilə yadda qaldı? Ayın önə çıxanları nələr oldu? Fevral ayında Amerika iqtisadiyyatı, daxili stimul paketləri, eləcə də federal ehtiyatlar sisteminin monetar qərarları ilə dəstəkləndi. İxracın və istehsalın artması, həmçinin Amerikada açıqlanan inflyasiya göstəriciləri, eləcə də əmək bazar göstəriciləri investorların ticarət qərarlarında mühüm rol oynadılar. Beynəlxalq səhnədə Amerika, Çin, Avropa və digər böyük iqtisadiyyatlarda ticarət münasibətlərinin gərginləşməsi dünya birjalarındakı qeyri-müəyyənliklərin də artmasına səbəb oldu. Nəticədə güvənli liman arayışına çıxan investorlar qızıl, frank və Yapon yeni kimi aktivlərə yönəldilər. Fevral ayında Amerika prezidenti Donald Trump'ın yeni gömrük tariflərinə bağlı açıqlamaları fonunda Amerikanın xarici ticarət xəttində ciddi dəyişikliklər yaşandı. Bu isə investorların dollara olan etimadının zəifləməsinə gətirib çıxardı. Və bu fonda biz avro dollar və funt dollar məzənnələrinin 1 dollar 5 sent və 1 dollar 26 sent hədlərinin üzərinə yüksəlməsinin şahidi olduq. Həmçinin dollar Yapon yeni və dollar İsveçrə franklarında da kəskin enişlər yaşandı. Lakin fevral ayının son həftəsinin cümə axşamı günü Amerikada proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərindən sonra dollar major valyutalar qarşısında kəskin bahalaşdı. Fevral ayında ard-arda rekordlar qıraraq 2956 dollar kimi bahalaşan qızıl, fevral ayının 27-sində Amerikada açıqlanan inflyasiya göstəricilərindən sonra kəskin ucuzlaşaraq 2856 dollar hədlərini aşağıya doğru test etdi. Siz də dünya maliyyə birjalarında analiz vərdişlərinizi inkişaf etdirmək istəyirsinizsə, sizi bizim kurslarımıza dəvət edirik.